Bu 74-cü ildə olub, amma bu dediyim əhvalat 71-ci ilə aiddir. Artıq ailə qurmuşdum. Bu indiki Beyləqan rayonunda o vaxtı Juzanov ayrılırdı, orada baş vermişdi. Hadisənin mürəkkəbliyi ondan ibarət idi ki, hadisə vaxtı 3 tələbənin meyidi əkin sahəsindən tapılmışdı. Onlarda güllə yaraları var idi, həm də balta kəsici alətin izləri vardı. 3 meyit tapılmışdı, tələbələr idi bunlar və həmin vaxtda rayonda pambıq yığımı ilə bağlı 2000-ə yaxın institutlardan, universitetlərdən gələn tələbələr yığımda iştirak edirdilər. Və hər bir ailə eşidəndə ki, Jdanovda belə bir hadisə baş verib, o vaxtdakı indiki dövrdəki kimi mobil telefon yox idi ki. Güman edirdi ki, birdən onların uşaqları olar. Rayona neçə min adamlar axışıb gəlmişdi. Oktyabr ayının 13-ü idi. Baxmayaraq oktyabr ayıydı, elə bil ki, iyun-iyul ayı idi. Elə bir istilik keçirdi dövrdə və digər bir amil də həmin vaxtı Respublika rəhbəri Heydər Əliyevin həmin bölgədə olması və pambıqçılıq üzrə müşavirənin keçirilməsi günə təsadüf etmişdi.